Bir müddət öncə Florentino Perez Barcelona cəbhəsinə Negreira işi ilə bağlı öz fikirlərini söyləmişdi. İndi isə Joan Laporta Real Madrid tərəfə dırnaqarası təriflərini yağdırıb. O söyləyib ki, Barcelona heç vaxt hakimlərə pul ödəməyib, heç vaxt da hakimlər Barcelona klubunun arxasında dayanmayıblar. Həmişə hakimlər Real Madrid tərəfdə olublar, istər İspaniyada, istərsə də Avropa meydanlarında hakimlər hər zaman Real Madridi dəstəkləyiblər. Real Madrid rəhbərliyi Javier Tebası vəzifəsindən kənarlaşdırmaq istəyir. Buna səbəb var, çünki Florentino Perez öz adamını La Liga prezidentliyi vəzifəsinə gətirmək istəyir. Elche ilə maçda Real Madridin 2 qolu sayılmalı deyildi, çünki Vinicius Junior rəqibin burnunu sındırmışdı. Jude Bellingham isə əli ilə oynamışdı. Həmən qolları olmasaydı Barcelona bugün La Ligada lider idi. Real Madrid 2004-2015-ci illərdə Barcelona klubunun onlardan daha yaxşı olduğunu, prime dövrü yaşadığını qəbul etmir və istəmirlər ki, hər kəs başa düşsün ki, Barcelona həmən illərdə Real Madriddən güclü idi. Ona görə də rəhbərlik hər gün bir bəhanə ilə mediaya xəbər yayırlar. Fikir verin, hazırda Hakimlər Komitəsinin prezidenti kimdir və keçmiş prezidenti kimdir? Onlar Real Madridin əvvəlki oyunçuları və yaxud da klubun idman direktorlarıdır. Real Madrid buna görə də bizə heç vaxt dil uzada bilməz.